Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Olimpiya kompleksində gənclərlə görüş keçirdi. İcra başçısı ilk olaraq tələbələri salamlayaraq onların problemlərini tək-tək dinlədi. Tələbələr də icra başçısına ayırdığı diqqət və qayğıya görə xüsusi təşəkkürlərini bildirdilər. Bundan sonra tələbələr universitetlərdə, texnikumlar və kolleclərdə olan problemlərdən danışdı. Daha sonra Elmar Vəliyev Gəncə şəhərində gənclərə xüsusi diqqət ayrılacağına və ən müasir tipli 3000 nəfərlik tələbə yataqxanası tikiləcəyini diqqətə çatdırdı. Hal-hazırda qeyd edək ki, Gəncədə 15.000 tələbə təhsil alır və bu tələbələrə daha bir yeni isə imtahan qabağı 2 sınaq imtahanının keçiriləcəyi oldu. Bu da təbii ki, tələbələrdə məsuliyyət və onları həvəsləndirən bir məqsəd daşıyır. Gəncə Dövlət Universitetinin şəhər rəhbərliyi ilə sonuncu görüşü 1 noyabr 2012-ci il tarixdə olmuşdu. Həmən deməli iclasda tələbələrin bütün tələb, təklif və iradları nəzərə alındı. Biz orada bir çox problemləri şəhər başçısının nəzərinə çatdırdıq və son 2 ay müddətində mən inkişafı sizin nəzərinizə çatdırmaq istəyirəm. Biz orada demək universitetimizin yataqxana problemini, kitabxana problemini, daha sonra təşkilatlarla bağlı xırda problemləri başçının nəzərinə çatdırmışdıq və bugün artıq Gəncə Dövlət Universitetində yataqxana yenidən təmir olundu bizim yataqxanalarımız. Deməli yeni məişət əşyaları verildi tələbələrə, otaqlara. Daha sonra iclasda tək olaraq universitet problemləri deyil, eyni zamanda şəhər problemləri də başçının nəzərinə çatdırılmışdı ki, bura nəqliyyat problemləri daxil idi, daha sonra su problemləri və bugün artıq bir çox yeni avtobuslar görə bilərsiniz şəhərimizdə. Bunlar hamısı biz gənclərlə olan görüşdən sonradır. Orada bir təqaüd məsələsi də qaldırılmışdı. Təqaüdlər vaxtı-vaxtında. Bəli, deməli universitetimizdə təəssüflər olsun ki, 4 ay müddətində tələbələrin təqaüdləri verilmirdi. Lakin deməli həmən iclasdan dərhal sonra məsələyə baxıldı, problem həll olundu. Tələbələrimiz vaxtı-vaxtında deməli təqaüdləri ilə təmin olunurlar. İcra başçısı Elmar Vəliyev yaxın gələcəkdə Gəncədə olan universitet və kolleclərin hamısına xüsusi vəsait ayrılacağını diqqətə çatdırdı. Elmar Vəliyev onda qeyd etdi ki, ölkə prezidenti İlham Əliyev Aqrar Universitetində yeni salınan şəhərci üçün xüsusi maliyyə vəsaiti ayırıb və yaxın gələcəkdə digər universitetlərə də diqqət ayrılacağını ölkə başçısı söz verdi. İcra başçısı Elmar Vəliyev qarşıda görüləcək işlər barəsində daha ətraflı açıqlama verdi. Bugün biz Gəncə şəhərində fəaliyyət göstərən bütün universitet və kollec tələbələrlə görüşlər keçirdik, texnikum tələbələrlə görüşlər keçirdik. Düşünürəm ki, görüşümüz çox səmərəli oldu. Tələbələrin qaldırdığı məsələlərin əksəriyyəti yerinəcə öz həllini tapdı və onları düşünürəm. Bugün müasir gənclər necə görür? Şəhərimizdə gedən prosesləri, ictimai siyasi vəziyyəti, ümumiyyətlə onları düşünürəm məsələlər və bu istiqamətdə çox dəyərli bir görüş oldu. Onların müasir fikri, ölkəmizin inkişafına verdikləri qiymət və təbii ki, əlavə necə görmək istəyirlər. Bu çox önəmli bir məsələdir və şəhərimizin yerləşən universitetlərin, texnikumların, kolleclərin maddi texniki bazasının gücləndirilmə istiqamətində aparılan işlər çox təqdirə layiq hesab olundu və gələcəkdə bu istiqamətdə işlər davam etdiriləcək. Gəncə şəhərində olan bütün universitetlər, texnikumlar, kolleclərin hamısı isti sistemlərinin quruluşdurulması və təmiri, əsası təmiri qısa bir zamanda, daha doğrusu 2013-2014-cü il başa çatdırılmaq proqramı qarşıda qoyulubdur və düşünürəm ki, bu məsələyə öz əlini tapacaq. Sonda isə onu qeyd edək ki, Gəncə Olimpiya kompleksində keçirilən gənclər və tələbələrlə görüşün əsas məqsədi gənclərin bütün problemlərinin həll olunacağı və daha məqsədyönlü işlər görüləcəyini onlara çatdırmaq oldu. Eliyar Sadıqlı, Nazir Quliyev, KTV.